Salam, hər vaxtınız xeyir olsun. Dəyərli TikTok izləyicilərimiz, bu yönə çəkib təqdim mənzilimiz Xırdalan şəhərində, tam mərkəzdə Heydər Prospekti üstündə yerləşən köhnə bazarın yanında kristal bir yaşayış kompleksində yerləşən yüksək mərtəbəli binanın birinci mərtəbəsindən sizlərə mənzil çəkib təqdim edirəm. Mənzilimiz Radnoy 3 otaqdır. Şəxsi yaşayış üçün təmir edilmiş bir mənzildir. Baxmayaq ki, kristal bir kompleksində şirkət tərəfindən təmir olunmuşdur. Mənzil sahibi özü mənzili şəxsən təmir etdirib. Dəyərli izləyicilər, çəkilişə qonaq otağından başladıq. Hündür birinci mərtəbədir, yer altı qarajdır. Müsahisə 85 kvadratdır, kubçada 80.90'dır. Radnoy otalıdır. Daxil olduq dəhlizinə. Döşəməsi mərmər qranitdir. Gördüyünüz kimi belə bir dəhlizdir, giriş qapısıdır. Dəyərli izləyicilərimiz, burada yerləşir ayaq yolusu, qapıdan girən kimi sağ cinatda belə bir ayaq yolusu var. Ayaq yolusu və hamam otağı adlenidir. Havalandırmasına kimi hamısı mövcuddur. İlerleyen dəqiqələrdə hamamını sizlərə tanış edəcəm. Gördüyünüz kimi dəyərli izləyicilərimiz, daxil olduq yataq otağına. Gördüyünüz belə bir yataq otağısıdır. Yataq otağında gördüyünüz bu 82 ekranlı televizor qalacaq. Dəyərli izləyicilərimiz, nəzər çatdırım. Həm şəxsi yaşayış üçün, həm də alıb kirayə vermək üçün bunun üçün də çox alternativ variantdır. Dəhlizdəki bu dolab qalacaq. Dəyərli izləyicilərimiz, nəzərdə çatdırım. Bura oldu mətbəxi. Gördüyünüz kimi belə bir mətbəxdir. Mətbəxdən evana çıxışdır. Dəyərli izləyicilər, mətbəxdəki kondisioner qalacaq. Təbii ki, kombi ilə mətbəx mebeli qalacaq. Belə bir gördüyünüz kimi eyvanı var. Eyvanı müəyyən səviyyələrdən göstərə bilmirəm. Kombisidir. Hamısı eyvanda quraşdırılıb. Keçid etdik sanuzəlinə. Hamam otaqçıdır bura. Dəyərli izləyicilərimiz, gördüyünüz kimi belə bir hamam otaqçıdır. Dəyərli izləyicilər, müəyyən səbəblərdən bu tərəfi göstərə bilmirəm. Paltar qoyulduğu üçün hamısı sərgi səhman yerindədir. Burası oldu uşaq otaqlısı. Gördüyünüz kimi yer çəkən bir mənzildir. Binanın qarşısına və arxasına eyvanı var. Bilənlər bilir ki, kristal bir yaşayış kompleksində bütün kameralar mövcuddur. Gördüyünüz bax, bu şkaf da mənzildə qalacaq. Xırdalan şəhərin tam mərkəzidir. Kristal bir yaşayış kompleksində bütün iaşə obyektləri fəaliyyət göstərir. Həmçinin kompleks olaraq Xırdalan şəhərində bütün iaşə obyektlərinin əhatəsində yerləşir. İstər Bakı şəhərinə və Xırdalan daxilində olan bütün marşrutlar kompleksin yanında yerləşən dayanacaqdan keçir. Həmçinin manatlıq taksilər də dəyərli izləyicilərimiz. Xırdalan şəhərinin kristal bir yaşayış kompleksində bina özü çox gözəl bir, sakit bir ərazidə yerləşir. Heydər Prospektinə yaxın bir məsafədir. Məndən bu günlük bu qədər. Kanala abunə olmağı unutmayın. Sağ olun dəyərli izləyicilər. Qiymət qeyd olunacaq, real alıcıya yerində endirmə olacaq. Sağ olun.